Salam dostlar, axşamınız xeyirli olsun, değerli izleyiciler. Başıma gələn bir hadisə deməyim, bir problemlə bağlı istəyirəm ki, sizə bir məlumatlandıram. Demək, Çanqan 205 bir hərdəsə 3-4 gün bundan qabaq, bir həftə bundan qabaq avtomobili şarj elədim, sonra başqa bir yerə getdim, orada maşını söndürdüm, yenidən yandırdım və hərəkət zamanı gördüm ki, kamera işləmir. Yəni nə 360 işləmir, nə bu yuxarıda bu kamera işləmir, çəkilməkdə. Məsələn, üzərinə gəlirdim, məsələn, DVR-a basırdım, məsələn, görürsünüz, açıldı. Onda heç açılmırdı, yazır ki, siqnal gəlmir. Siqnal gəlmir. Bir-iki dəfə adətən ilk başda bilmədim bu nə olar, necə olar. Sonra həm bir qrup Facebook'ta biraz paylaşım elədim, sosial şəbəkələrdə biraz axtarış elədim, nə bilim, ChatGPT ilə danışdım. Adətən Androidlərdə bəzən görürsünüz, ümumiyyətlə texnik elektron cihazlarda özünü yoxlama sistemi var. Özünü yoxlama sistemi var. Həmişə başlayanda o öz-özünü self test eləyir də və yaxud da connect əlaqə yaradır. Demək, bu əlaqə ola bilsin ki, yəni mən bunu sonradan anladım da, sağ olsun bir qardaş Facebook'ta mənim yazımın altına komentar yazmışdı. Həqiqətən sonradan mən fikirləşdim ki, bəli, bu da ola bilərdi. Söndürdüm, yandırdım, çıxdım, təzədən yenidən girdim, maşını söndürdüm, bir də yandırdım, düzəlmədi. Sürdüm, dedim bəlkə harasa sirkələnib. Artıq hazırlaşırdım bu hissəni və yaxud da bu hissəni sökəm, çünki DVR-ın mərkəzi bloku bu modellərdə orada yerləşir. Və yaxud da bu qoruyuculardan dedim bəlkə olar. Çünki iki variant vardı. Çünki belə demək, sistem işləyir, sadəcə siqnal gəlmir monitora. Bunun da axırda demək, prezagruska eləmək. Bunda bir yoldaş dedi, sağ olsun o da. Dedi, daha doğrusu dedi, elə bəlkə ondan düzələr. Demək, monitoru prezagruska eləmək, yəni yenidən restart eləmək. Bu da necə baş verir? Bəlkə çoxunuz bilirsiniz. Bu minus işarəsini sıxıb saxlayırsınız. Monitor sönənə qədər. Monitor sönür, sonra özü yenidən, yəni kompüterinizə restart eləyirsiniz, yenidən başladırsınız. Bu da onun kimi yenidən başla verdim və sonra gəldim, artıq girdim və gördüm ki, işləyir, qaydasına düşdü. Sonra bir iki nəfərlə də söhbət edəndən sonra bəlli oldu ki, demək, bəzən görürsən ki, hətta bir çox nüanslar çıxır. Monitorla bağlı, görüntü ilə bağlı, işə salmaqla bağlı və yaxud da kondision, hər bir şeylə bağlı. Əgər ilk qarşılaşdığınız belə bir şey olursa, birinci məsləhət görürəm ki, monitoru restart eləyəsiniz. Restart eləməmişdən qabaq ümumiyyətlə maşını söndürəsiniz, çıxasınız, pultdan söndürəsiniz, sonra yenidən açıb, yenidən 5-10 saniyə gözləyib, sonra təzədən yenə maşına gələsiniz, açasınız. Əgər aradan qalxmayıbsa, restart eləyəsiniz. Ondan sonra əgər aradan qalxmazsa həmin problem, o zaman başqa variantlara, başqa üsullara əl atasınız və ən sonunda və yaxud da nə bilim, ustanın yanı varsa, gedəmək istəyirsinizsə, usta yanına gedəsiniz. Diqqətiniz üçün çox sağ olun, minnətdaram. Belə bir təcrübəni istədim sizinlə paylaşam. Kimlərəsə faydası ola bilər. Təşəkkür edirəm diqqətinizə görə. Bəyənib paylaşmağı unutmasanız çox gözəl olar. Abunə olsanız daha gözəl olar. Təşəkkürlər.